Salam hamıya, bugün IT Talks Azərbaycanın növbəti çəkilişidir. Bizim bugünkü qonağımız Megasek şirkətinin icraçı direktoru, Rise layihəsinin qurucusu və marafon yarışçısı Ayan Etibardır. Ayan xanım, xoş gəlmisiniz. Xoş gördük. İdeal rəhbər, yaxşı rəhbər. İndi isə yaxşı IT rəhbəri sizə görə nə cür olmalıdır? Orada texniki biliklər önəmlidir və yaxud da idarəçilik. Kimləri idarə edir? Sistemi və bu sistemi yaradan insanlar. Yəni idarə etmə bacarığı mənim üçün və düşünürəm ki, labüddür, zəruridir və çox əhəmiyyətlidir. Bu həm bu sahəni mükəmməl, həm bu sahəni mükəmməl bilə bilməzlər. Deməli burada hansısa bir yanaşma mövcuddur. Bu qərarları biz orada başlamalıyıq. Niyə xanımlar hər hansısa bir idarə etmə, leadership, idarə etmə stolunun arxasında daha az xanım var? Kommunikasiyamızı ancaq işlər reysdən çıxdığı zaman yox, daimi, davamlı şəkildə saxlayaq. Bir dənə xanım qoysalar, o otaqda bütün aura dəyişəcək. Hamı istər-istəməz bir özünü yığışdıracaq. Nəinki bizim qarşı cinsin nümayəndələri, nə xoşbəxt ki, o xanımlarımıza ki, bir-birinə də dəstək olur. Salam hamıya, bugün IT Talks Azərbaycanın növbəti çəkilişidir. Bugün bizim əsas mövzumuz 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə olacaq. Bizim bugünkü qonağımız Megasek şirkətinin icraçı direktoru, Rise platformasının, Rise layihəsinin qurucusu və marafon yarışçısı Ayan Etibardır. Ayan xanım, xoş gəlmisiniz. Xoş gördük. Ayan xanım, ümid edirəm ki, səhvsiz Çox hətta belə deyim, uzun oldu, amma çox sağ olun təqdimat üçün. Salamlayıram. Şamil, sən də xoş gəlmisən. Təşəkkür edirəm. Təşəkkür edirəm ki, gecikmədiniz. Mən 40 saniyə qalmışdı. Bəli. Operatorumuz da orada vaxtı sayırdı. İkinci dəfədən nəcəbsə təqdim eləyə bildi. Bəli. Keçən dəfə birinci dəfədən idi. Həyecanlanıram. Həyecanlanıram. Bu arada Ayan xanım bizim, yəni bizdə ümumiyyətlə xanım qonaqlarımız az olur. Amma həqiqətən bu gün xoşdur ki, sizi burada gördük. Mən sizi belə deyim, güclü bir xanım kimi tanıyıram və ümid edirəm ki, bu gün biz belə deyim, platforma sayəsində bir digər xanımlara da bir dəstək rolunu oynayacağıq deyə düşünürəm. Məncə Elşən müəllim bu günə xüsusi hazırlaşır. Hər podkastda hazırlaşırdı, amma bu günləri xüsusi hazırlaşıb. Çünki bugünkü mövzu mən deyərdim ki, onun yaralı yerlərindən biridir. Ona görə də ağ rəngdə geyinib. Yəni çox sevinir bu günləri. Bəlkə vaxt itirmədən sonra Biz imkan vermədik qonaq danışıq. Elə qutardı podkastın yarısı getdi. İlk öncə çox sağ olun dəvət üçün və çox təqdirə layiq bir məqam var burada. Burada xanımlarımızın az olduğunu dediniz. Əminəm ki, podkastın gedişində bu mövzuya mütləq toxunacağam. Amma elə əvvəldə də demək istəyirəm ki, burada əgər bu podkastda məsələn mən necə dəvət olunmuşamsa, mən sizi də ürəkləndirməyə çalışaram ki, siz də daha çox xanımlarımızı dəvət eləyəsiniz. Yəni bu tendensiya yığılacaq və birazdan artıq heç bu bir mövzu belə olmayacaq və qarşıdan gələn 8 mart münasibəti ilə bütün xanımlarımızı, bacarıqlı, çalışqan, ağıllı, gözəl xanımlarımızın hamısını təbrik eləyirəm və əminəm ki, onlar öz işıqlarına güvənib daha da istədikləri sahədə, istədikləri yerlərə nail olacaqlar. Uğurlara. Əla. Şaman, o zaman başlayaq biz vaxt itirmədən sualımıza. Təşəkkür edirəm. Danışacağımız mövzular çoxdur. Ayan xanım çox gözəl vurğuladı. Bundan sonra xanımlarımız daha da mən də ümid edirəm. Yəni o deyir kimi şikayət edirik. Az xanımlar gəlir, mən də onu deyirəm ki, gəlin onu çoxaldaq. Yəni mən buna töhfə verə bilərəmsə sevə-sevə və mən də sizlərdən gözləyirəm ki, daha çox xanım. Bu arada indi bizim bir rubrika deməyək də bir hissəmiz var ki, sonda biz sizdən bir qonaq istəyəcəyik, kimi dəvət edirik. Siz orada bir qonaq düşünüb bizə deyə bilərsiniz növbəti podkast üçün. Əlbəttə. Amma sonda. Sevə-sevə. Mən də artıq belə deyir, beynimin arxasında artıq işlər başladı. Arxivə girdim, aktiv iş gedir orada. Əla. Yaxşı, Cəmran başlayaq. Adət-ənənəni pozmadan. Bəli. Adət-ənənəni pozmuruq, amma ilk sual belə deyim, Elşən müəllimə daha xüsusi önəm daşıyır. Çünki hər zaman dediyi kimi mesaj və yaxud da söz atır. Ona hər zaman maraqlıdır ki, ideal rəhbər, yaxşı rəhbər. İndi isə yaxşı IT rəhbəri sizə görə nə cür olmalıdır? Orada texniki biliklər önəmlidir və yaxud da idarəçilik. Çox sağ olun suala görə. Tam səmimi olacağam. Deyərdim ki, son zamanlarda özümün də mütəmadi şəkildə düşündüyüm və yaxud da cavabını axtardığım məqamlardan biridir. Proses zamanı gəldiyim qənaət ondan ibarətdir ki, bir mənalı şəkildə olduğun sahədə biliklərə sahib olmaq. Bu texnika ola bilər, mühəndis sahəsi ola bilər, səhiyyə ola bilər, təhsil ola bilər. Bu biliklərə sahib olmaq bir üstünlükdür. Gələk bəs üstünlükdən əvvəlki hissəyə.
Biz burada rəhbərdən danışırıq. Rəhbər kimlə işləyir? İnsanlarla. Kimləri idarə edir? Sistemi və bu sistemi yaradan insanları. Yəni idarə etmə bacarığı mənim üçün və düşünürəm ki, labüddür, zəruridir və çox əhəmiyyətlidir. İdarə etmə bacarığı dediyim zaman bir neçə yumşaq bacarıqların adını çəkmək istəyərdim. Ən əsası burada dinləmə qabiliyyətidir, rəy vermə, kommunikasiya və ən çox və ən vacib olan hissələrdən biri dəyişikliklərin və krizisin idarə olunmasıdır. Yəni bu domenlərə, sahələrə hakim olan bir idarəçi mənim üçün ən yaxşı rəhbərlər siyahısında gedir. Yəni yaxşı sözü biraz mücərrəddir, ona görə bu konkret olaraq müəyyən sadaladım və təbii ki, burada onlarla digər yumşaq bacarıqlar da var. Və bunun üzərinə gəldiyimiz zaman istənilən texniki bilik fundamental olaraq təbii ki, bu komanda ilə rəhbər arasında bir etibar yaradır. Bu eyni səhvədə olmaq kimi bir şeydir. Yəni biz danışdığımız zaman anlayırıq ki, söhbət nədən gedir və daha məhsuldar ola bilərik, daha yaxşı nəticələr əldə edə bilərik. Bir şey dediniz, bu barədə əslində müxtəlif fikirlər var. Mən müxtəlif şirkət rəhbərlərindən eşitmişəm bu fikirləri, yəni əsaslandırılmış fikirlər də. Məsələn, bəzən deyirlər ki, IT şirkətinin rəhbəri IT ilə əlaqəli olmamalıdır. Yəni sırf ən yuxarıda olan pozisiyada IT-dən gələn biri olmasın. Yəni başqa bir sahədən olsun ki, başqa bir baxış bucağı yarada bilsin. Bəzən də deyirlər ki, yox, IT şirkətinin rəhbəri ümumiyyətlə də IT mütəxəssisdən gəlmiş, IT yönümlü biri olmalıdır. Bu ümumiyyətlə bununla bağlı müxtəlif tendensiyalar var da. İndi məsələn ən yuxarı ali səviyyədə olan tutaq ki, vəzifələrdə belə yer dəyişmələr olduğu zaman baxırsınız ki, məsələn bundan əvvəl tamam ayrı sahənin ali rəhbəri idi. İndi tamam ayrı sahənin ali rəhbəri idi. Yəni bu həm bu sahəni mükəmməl, həm bu sahəni mükəmməl bilə bilməzlər. Deməli burada hansısa bir yanaşma mövcuddur. Ümumiyyətlə bu məsələ ilə bağlı necə düşünürsüz və sizcə böyük strateji qərarları, texniki qərarları hansı insan daha yaxşı verə bilər? IT sahəsindən gələn yoxsa qeyri-IT sahəsindən gələn şəxs? Çox sağ olun Eşən müəllim. Sual həqiqətən maraqlıdır və mən iki hissədə cavab vermək istəyirəm. Gəlin birinci hissəyə qayıdaq. Burada bir dilemma var. Mən tamamilə razıyam. Yəni özüm təhsildən gəlmişəm. Təhsildən idarəçilik hər zaman, yəni belə deyim, bizdə gənclər təşkilatları var idi. Könüllü şəkildə işləyirdi. Mən artıq 17-18 yaşımdan universitetin ilk ilindən etibarən idarəçilik təcrübəm artıq oradan başlamışdı. Və mən tam şəkildə düşünürəm ki, fərqi yoxdur biz hansı sahədəyik. Günün sonunda burada dəyişənlər və dəyişməyənlər var. Dəyişənlər hansıdır? Bəli, sahə dəyişir. Yəni mən əgər təhsildəyəmsə, sabah bir gün istehsalat təcrübəsində ola bilərəm. Hansı ki, real təcrübələri sizə qeyd edirəm. İstehsalatdan çıxım IT şirkəti, daha sonra bu fərqli bir sahə ola bilər. Yenə bayaqki yerə gəlirəm. Çox mükəmməldir ki, çox gözəldir ki, həmin sahədə tutalım sıfırdan başlayıb idarəçilik bacarıqları formalaşıb. Bəli, bu çox nadir tapılan və həqiqətən də dəyəri bilinməli olan nüansdır. Amma burada dəyişməyən nədir? Biz sahəni dəyişirik. Dəyişməyən insan faktorudur. Biz hər zaman insanlarla işləyirik. Bu heç bir zaman dəyişməyəcək. Və məhz dediyiniz məqam ondan ibarətdir ki, biz o sual, hətta birinci sualın, ilk sualın cavabı budur. Yəni biz insanlarla işləmə qabiliyyəti yüksək olan adamları, rəhbərləri axtarırıq. Çünki belə bir məqam var ki, idarə etmədə, şirkətlərdə işçilər rəhbərin, mən buna Azərbaycanla tərcümə edəcəm, extension deyirlər, uzantısı deyil. Yəni hər hansısa bir orada bir texniki xəta ola bilər və yaxud da hər hansısa bir komanda daxilində bir nüans var ki, bu bərpa olunmalıdır. Bu birbaşa, yəni belə deyim də, şirkətin özü top menecmentində ən yüksək rəhbərliyində olan adamın birbaşa məsuliyyəti deyil. Birbaşa məsuliyyət nədir burada? Şəxsi görüşüm ondan ibarətdir ki, həmin rəhbər şərait yaratmalıdır ki, həmin sahə üzrə ekspert, ən yaxşı bilən insan qərar verə bilsin. Əgər mən bugün X şəxsi gətirib hansısa bir, belə deyim, vəzifəyə təyin eləmişəmsə, mən şərait yaratmalıyam ki, çünki həmin sahə üzrə ən yaxşı bilən odur. Onun qərarını o versin. Yəni, rəhbər kimi mənim öhdəliyim, vəzifə borcum buna şərait yaratmaqdır. Və yaxud da bir kollegial qərar ola bilər. Bu kollegial qərarın nəticəsini bir adam qəbul eləməli deyil. Bu zaman həmin sahə üzrə tutalım, siz dediniz ki, hansısa bir ciddi bir texniki, sonra artıq ikinci hissəyə keçirəm, texniki qərarların, yeni bir sistemə keçid ola bilər, nəyinsə tətbiqi ola bilər. Bunları kim qəbul eləməlidir, bu strateji qərarlar? Eyni yerə gəlirəm. Düzgün seçilmiş rəhbər,
təyin elədiyi şəxslərlə kollegial şəkildə buna baxmalıdır. Prosesin iki hissəsi var. Ən birinci, bu labüddürmü bu şeyin? Yəni bu dəyişiklik həqiqətən olmalıdırmı? Bu ola bilər ki, qlobal bir dəyişikliyin fonunda baş verir. Ölkə siyasətimizin hər hansısa bir yerində yeni bir sərəncam var, yeni bir fərman var ki, bu icra olunmalıdır. Biz bu zaman baxırıq və mütləq şəkildə bunu icra edirik. Yox, bu daxili bir təşəbbüsdən gəlibdirsə, biz baxırıq ki, köhnə sistemimiz, hansı ki, cari sistemdə məsələ analiz edilir. Nədir problem burada? Yəni biz tam funksionallıqlardan istifadə eləmişikmi? Biz hər bir şeyə baxmışıqmı? Okey, biz baxmışıq, hər şey burada bu hissələr qaydasındadır. Digər məqamlar bizi qane etmir. O zaman kollegial şəkildə yenə hansısa texniki bizim məsul şəxslərimiz ola bilər ki, hansı ki bu qərarın birbaşa maraqlı tərəfləridir. Çünki bu onlara təsir edəcək. Mən rəhbər kimi hər hansı bir platformanı bəyənə bilərəm, amma bunun maraqlı tərəfləri kimdir? Mənim həmkarlarımdır. Birbaşa istifadə edəcək şəxslər budur. Onları dinləməliyəm, onların baxışlarını, mövqelərini bilməliyəm və bunun sonunda biz qərar qəbul etməliyik. Və bu sualın sonunda bir şey demək istəyirəm. İnsan psixologiyası və ümumiyyətlə biz beynimiz olaraq bir qərarın verilməsində iştirak ediriksə məsuliyyət daşıyırıq. İstər riskinə, istər yaxşı olmasına. Ona görə hətta Harvard Business Review-dən bu yaxınlarda bir məqalə oxumuşdum. Orada belə deyir ki, məsələn, koridorun ortasında rəhbərlə əməkdaşlardan biri görüşür. Deyir ki, müştəri bizə belə bir məktub yazır. Biz bu məktuba necə cavab verək? Rəhbər də qayıdır, deyir ki, mənə bir neçə dəqiqə verin, mən gələcəm cavab verməyə. Artıq həmkarımızın çiynində olan meymun burada məsuliyyətdən söhbət gedir. Hoppandı rəhbərin boynuna. Və rəhbər artıq özünə bir tapşırıq listinə bir dənəsini də əlavə eləməlidir ki, mən deməliyəm ki, necə cavab yazaq. Axı biz o həmkara neyinirik? Ödəniş eləyirik ki, biz onu çağırmışıq, onun bacarıqlarına güvənirik ki, o qərarı o versin. Yəni bu həmin yerə gəlib çatıram ki, belə bir riskli qərarların qəbul olunmasında da bunu rəhbər dedi yox. Biz oturduq, biz müzakirə elədik, analiz elədik və gəldiyimiz nəticə budur. Yəni rəhbər edən əsas məqamlardan biri də budur ki, məsuliyyəti də bölüşməyə bacarmalıdır. Hə, həm mikromanagementə getməməlidir, həm o dediyiniz məsələdə mənim ilkin belə deyim də rəhbərlik dövrümdə ən böyük etdiyim səhvlərdən biri oydu. Yəni bunu etiraf etmək lazımdır. Məsələn, kimsə bir tapşırığı yerinə yetirə bilmirsə, sən bilirsən ki, mən eləyə biləcəm də bunu, heç nə olmaz da, gətir etsin, işimiz getsin anlayışı. Əslində bu həmin əməkdaşı kor eləyir. O artıq rahat oldu ki, rəhbər eləyəcək və məmnun qaldı da. Həm öyrənmədi, həm də ki, bu qədər tapşırığın içərisində bir özünə də bilən əlavə tapşırıq da gəldi. Meymun sizin çiynizə gəldi. Və meymunlar oldu, çoxlu meymunlar. Çoxlu meymunlar oldu və bəli, siz bundan Eşəm müəllim, o səhv dediyiniz bir şeyi, yəni mən də hər gün yaşayıram. O bir mübarizədir. Bütün rəhbərlərin əminəm ki, o səssiz var. Hər şey ağ-qarada olduğu kimi deyil. Hər birimiz o mübarizəni yaşayırıq. Düşünürük ki, məsələn, bu formada deyilsə daha yaxşı olardı. Məsələn, öz əməkdaşlarımızı da, yəni burada işçi sözünü demirəm, iclasda olur, onun sözünü düzəltməyə çalışırıq. Əslində məqsədimiz burada nədir? Onu bilirik ki, o nəyi demək istəyir və onun auditoriyaya daha yaxşı çatmasına çalışırıq. Amma nə edirik? Həmin insanın öyrənmə şansını əlindən alırıq. Təsirdən gəldiyim üçün bizdə bir scaffolding metodu var idi. Bu nə deməkdir? Bu çox doğrudur. İlkin vaxtlarda biz junior əgər bir həmkarımızla söhbət gedirsə, təbii ki, kömək eləməliyik, yanında olmalıyıq, əlindən tutmalıyıq. Amma əsas rəhbərin xüsusiyyətlərindən biri də budur ki, həmin scaffolding metodu dediyimiz əlini buraxmağı bilməliyik. O vaxtı artıq bilməliyik. Bizim buraxmadığımız vaxt öz yükümüz daimi şəkildə artır, aqressiyalı, mikromanager bir rəhbər ortaya çıxır və eyni zamanda məsuliyyəti qəbul eləyə bilməyən hər zaman mənlik deyil, rəhbər belə dedi, belə deyim də, abu havasında olan bir işçi. Və bu da kaskadlar şəklində ən yuxarıdan aşağıya qədər digər bütün komanda üzvlərinə ötürülür. Yəni bu səssiz disaster for recipe deyirlər. Recipe for disaster. Yəni fəlakət üçün senaryolardan biri bax budur. Səssiz şəkildə bütün məsuliyyəti öz öhdənə götürmək, hər şeyi düzəltməyə çalışmaq, bayaq dediyim kimi həmkarlara uzantın kimi yanaşmaq. Yəni onun uzanıb çata bilmədiyi hissəni rəhbər qaçır ki, mən tamamlayım. Yəni bu qısa müddətdə A-dan B-yə qədər biz bu metoddan gedə bilərik. Amma A-dan D-yə, A-dan olsun son məntəqəyə təəssüf ki, bu bizə apara bilməz. Razıyam. Sən nə düşünürsən? Mən törədmirəm. Mən istəyirəm ancaq sizə qulaq asam.
bu podkastı istəyirəm ki, həm də Elşən müəllimə həsr eləyək. Çünki bu rəhbərlər, işçilər hər belə deyim də podkastda nəsə bir söz atırdı. İlk məncə podkastdır ki, doyunca nə qədər istəyirsən danışa bilərsən də. Mən ümumiyyətlə Ayən xanım Azərbaycanda lap yuxarı menecmentin xüsusilə də IT komandasını idarə etməsindən çox da razı deyiləm. Ona görə həmişə tənqid edirəm. Kamran da bu gün ondan istifadə edir. Bax belə bir indi nöqtəyə gəldik. Kamran icazə versəniz. Buyurun qonaq mənə. Belə bir məsələ də bax indi bu məsələdə bax açığı etiraf eləmək lazımdırsa, əksər yerlərdə bu arada xanımlar mənə daşqalaq eləməsin, amma əksər yerlərdə məsəl üçün kişilər çoxdursa və hətta bəzən qadınlar belə varsa, çoxdursa, onlar hansısa bir xanım rəhbərin gəldiyini eşidəndə narahat olurlar. Yəni həqiqətən bilmirəm bunun səbəbi nədir və niyə narahat olurlar. Bəlkə də orada bir emosional qərarların çoxluğundan mı narahat olurlar, yoxsa başqa bir şey mi ola bilər? Bax, nəyə görə xanımlarımız, ümumiyyətlə dünya üzərində də CEO vəzifəsində olan, ümumiyyətlə rəhbər vəzifəsində olan xanımlarımız kişilərə nisbətən azdır? Bu sizcə niyə belədir və niyə həmin əməkdaşlar bir xanımın CEO gəldiyini və ya nə bilim IT rəhbər gəldiyini eşidəndə biraz narahatlıq yaranır onlarda? Yəni necə düşünürsüz bu barədə? Çox belə deyim, aktual bir məqama toxundunuz. Məsələyə necə yanaşacağam? İlk öncə bizim beynimiz bizim yaşadığımız təcrübələrin nəticəsində formalaşıbdı. İndi söhbəti kontekstə qoymaq istəyirəm. Ola bilər ki, 2 əsr öncədən başlayıram ki, müəyyən proseslər belə baş veribdi və bu o demək deyil ki, bu formada da gedəcək. Bayaq çox kiçik bir yenə dediyimi qayıdacağam. Bunu dəyişəcək insanlar kimdir? Mən bu sual, bu qərarları kim verir? Bu qərarları biz orada başlamalıyıq. Niyə xanımlar hər hansısa bir idarəetmə stolunun arxasında daha az xanım var? Mən çox təqdirə layiq görürəm və çox təşəkkür eləyirəm ki, həmin stolların başında, dairəvi masaların başında xanım üzvlərə, yəni önəm verən, onların səsini eşitməyə çalışan, rəhbər pozisiyada olan istər xanımlarımız var, istər bəylərimiz var. Amma bunun ən birinci dəyişməyə çalışacaq yoldaşlar elə bizik burada. Sizin elədiyiniz bir səydir, bir göstərgidir ki, siz çalışırsınız ki, bu tendensiya dəyişilsin. Sözün ikinci tərəfinə gəlirəm ki, burada qeyd elədiniz ki, kimlərsə narahat olur və s. və mən qadın, xanımı emosiya ilə birbaşa bağlamaq istəmirəm. Biz indiki süni intellekt dövründə ən çox axtardığımız bacarıq və düşünürəm ki, elə an etibarilə və bir neçə il sonra biz CV-lərdə yazacağıq emosional zəka. Bunu axtaracağıq. Mən çox istəyirəm o zaman əgər mümkündürsə elə bu qərarları verən insanlar bunu xanımlarla bağlasın. Və bu təsadüf deyil ki, bəli, əgər sizin dediyiniz isə də doğruluq payı var, təbii ki, emosional zəkaya olan ehtiyacımız daha çox mənim həmkarlarımı bu stol başına gətirir. Bunu qəbul edən insanlar da var, bunu qorxu, belə deyim, özünə təhdid görən insanlar da var. Bu çox subyektiv bir şey olar ki, mən hər hansı bu, belə deyim də, belə düşünən insanlar haqqında hər hansı bir mühakimə irəli sürüm və yaxud da fikir deyim. Amma mən mütləq şəkildə düşünürəm ki, emosional zəkaya sahib olan istər bəy, istərsə də xanım həmin stolun ətrafında olmalıdır. Onun gətirdiyi görüş, onun gətirdiyi qərarlara təsir ümumi olaraq cəmiyyətin, bəşəriyyətin belə deyim, qurtulmasına gətirib çıxardacaq. Və bununla narahatçılıq keçirdən insan olaraq biz də ola bilərik, siz də ola bilərsiniz. Hər hansısa bir bəy varsa, mütləq şəkildə bu artıq özü bunu sorğulamalıdır. Yəni bunu sorğulayarkən ərk eləyib deyirəm. Məsələn, Kamran bəy deyir ki, biz 10 nəfərlik bir bəylərdən ibarət komandayıq və bizim rəhbərimiz xanımdır. O, əgər onda hər hansısa bir təlatüm yaradırsa daxilən, o sorğulamalıdır ki, bu nə ilə bağlıdır? Bu mənim bacarığımın, bu mənim şəxsi egomun hansısa bir təhlükə altına alınmasıdır. Artıq bu suala cavab tapmalı olan tərəf bizim bəylərimizdir, əgər belə bir şey varsa. Amma güclü rəhbərlər, belə deyim də, burada seksist bir nəzəriyyə eləmək istəməzdim. Fərqi yoxdur, istər xanım olsun, istər bəy olsun.
cinsindən asılı olmayaraq emosional zəkası yüksək, idarə etmə bacarığı olan, nəticə yönümlü insanları hər zaman gətirir iş yerinə. Yəni mən buna belə çalışdım, ona görə ümumi cavab verim. Sizin dediyiniz hansısa bir məqam varsa ki, sizi tam qane eləmədi, ora daha detallı toxunaq. Əslində mən belə deyim də, mənim özüm tutaq şirkətimizdə əməkdaşların 90% xanımlardır. Yəni mənim o barədə bir çəkincəliyim yoxdur. Amma misal üçün mən bilirəm ki, ümumi olaraq yanaşma tərzi bu cürdür və açığı ona görə sizdən bir eşitmək istədim ki, siz necə, yəni siz necə düşünürsünüz? Çox sağ olun. Bizim şirkətimizdə də mən hətta statistik olaraq deyə bilərəm ki, artıq biz 50%-ə çatırıq ki, şirkətimizin yəni ancaq rəhbər pozisiyalarda deyil, eyni zamanda həmkarlarımız, yəni IT sahəsində olan, yəni belə deyim də, fokuslanan əsas domenləri IT olan, informasiya texnologiyaları olan bir şirkət kimi. Eyni zamanda da hətta deyərdim ki, bizdə də middle leadership, orta rəhbərlik və yavaş-yavaş yuxarı rəhbərlikdə də xanımlarımız təmsil olunur. Yəni bunu xanımları gətirək deyə eləmirik. Yəni zaten bu prosesə xanım bəy deyə yox. Nəticəyə uyğun. Yəni mən hətta istəyirəm bu söhbət artıq idarə etmədə necə gedir, kimin bacarığı necə uyğundursa elə getsin. Bu yaxınlarda hətta səhv etmirəmsə ola bilər BP şirkətinə qlobala xanım CEO qoyulmuşdu və mən çox həqiqətən fəxrlə gördüyüm anlardan biri idi. Belə bir qlobal şirkət, yəni dünyanı əhatə edən və belə bir kritik bir infrastruktur və orada xanımın olmağı həqiqətən yəni təqdirə layiqdir və mən çox istəyirəm ki, xanımlarımız hər hansısa bir yerə müraciət etdikləri zaman qəti surətdə mən xanımam kimi yanaşmasınlar, bacarıqlarına baxsınlar. CV-nin heç bir hissəsində, yəni cinslərini, şəkillərini, görüntülərini və digər detalları qabartmağa və yaxud da gizlətməyə ehtiyac yoxdur. Yəni artıq dövr dəyişibdir. Emosional zəka bir üstünlükdür. Bu qədər. Əla. Eşan müəllim, sizə qulaq asıram. Siz həyatda nələr çəkmisiniz? Mən təklif edirəm, Ceyhun müəllimlə biz bir-birimizə baxırdıq ya. Ağlıma bir fikir gəldi ki, bir dənə podkast çəkək. Eşan müəllimin həyat hekayəsi. Çox gözəl bir podkastda alınar məncə. İnşallah. Onu çəkmək lazımdır. Belə söhbət və maneçilik törətmək istəmirəm. Yekunlaşdıranda deyərsən, mən də öz fikrimi deyərəm. Yox, istəmirəm. Görürəm təbii gəlib danış. Buyurun. Yox. Bu arada bu yaxınlarda bir Global CEO Summitdə iştirak elədim. Orada mən indi dediyiniz sözə istinad eləmək istəyirəm. Orada əyləşən 5 nəfərdən 3-ü CEO xanımlar idi. Məsələn, Coca-Cola Azərbaycanın rəhbəri, Paşa Life-ın rəhbəri və s. Bunlar hamısı xanımlardan ibarətdir və düşünürəm ki, artıq dediyiniz məsələ bu gün danışdığımız məsələ mən düşünürəm ki, artıq geridə qalıb və insanlar artıq ondan çəkinmir və o vaxt bir söz var idi. Bizim bir 14 nəfərlik sırf kişilərdən ibarət heyətimiz var idi. Mən bir yerdə işləyəndə 14 nəfər bir otaqdaydıq. Otağa bir xanım gələndə hamının bir aurası dəyişirdi də ki, uşaqlar mədəni davay. Orada bir sözümüz var, deyir ki, xanım mədəniyyət gətirir. Ümumiyyətlə şirkətə də, otaqda 14 nəfərin içində bir dənə xanım qoysalar, o otaqda bütün aura dəyişəcək. Hamı istər-istəməz bir özünü yığışdıracaq və s. Ümumiyyətlə xanım mədəniyyət gətirir otağa. Necə düşünürsən bu barədə? Mən bu barədə fikir bildirən deyirəm. Görürəm ki, Elşən müəllim bir balaca bəlkə də travmalıdır bu mövzuda. Amma mən xüsusi vurğulamaq istəyərdim ki, IT komandasında olan mehribançılığı. Nəyə görə? Çünki bu subyektiv fikir də deyil. Hər zaman bu işlədiyim yerlərdə də deyirlər ki, IT-nin uşaqları yaxşıdır. Mən demirəm ki, digər sahələrdə çalışanlar pisdir, pisləmirəm qətiyyən. Lakin hər zaman eşitdiyimi burada paylaşmaq istəyərdim ki, IT-nin uşaqları başqa olur, daha mehriban olur və bilmirəm xüsusilə də fikir vermisinizsə hər zaman da birlikdə olurlar. Yəni o komanda əhval-ruhiyyəsi olur orada. Ümumiyyətlə, əgər icazə versəniz, bu xanımlarla bağlı suallarınız bitdisə, növbəti suala keçin. Varsa sualınız davam edin, sonra mən sual verim. İcazə verirsiniz. 5 dəqiqə olar. Bəs bu komandada əhval-ruh, yəni nə cür
belə deyim, yaxşı saxlamaq olar? Nə cür komandanı belə deyim, motivasiyalı etmək olar? Çünki insident zamanı hərdən olur ki, aləm deyir bir-birinə də. Həmçinin də mən demək istəmirəm, hər bir işin stresli bir hissəsi var. Amma bizdə isə daima stresli olur. Nəyə görə? Çünki sistemlərə nəzarət falan. Xüsusilə də vurğulamaq istəyərdim ki, bəzi iş yerlərdə deyir ki, əşi nə deyə, IT nə iş görür? İşləyir də. O işləyir də arxasında nələr baş verirsə, IT-nin xəbəri var. İşləyirsə deməli nəzarət edir. Əfsar olsun belə bir fikirlər də formalaşıb ki, nəsə baş verəndə, bir dənə insident baş verdi. 1 saat, 2 saat və yaxud da günlərlə nəsə işləməyəndə onda IT işləyirmiş. Yəni bu barədə nə fikir bildirə bilərsiniz və ümumiyyətlə bax bu stresli vaxtı, insident vaxtı nə cür nə komanda əhval-ruhiyyəni yüksək saxlamaq olar? Çox sağ olun Kəmran müəllim yanaşmaya görə. Yəni haqlı tərəflər var. Yəni bunu ancaq IT ilə məhdudlaşdırmayıb digər komandalara da demək istəyirəm. Və yenə ən başda dediyim kimi bizim yaxşı rəhbər xüsusiyyətlərindən danışanda insident zamanı, qeyri-müəyyənlik zamanı idarə etmə. Bu özü bir yüksək bir bacarıqdır. Gələk suallar orada motivasiya ilə bağlı oldu. Komandanın motivasiyasının saxlanılması, insidentlərin idarə olunması və IT komandasının işinin dəyərləndirilməsi. Yəni hər şey yaxşı gedəndə belə bir şey var da, məsələn, daimi proseslər gedir. Yəni gəlirik, internet işləyir, hər şey şəbəkəyə qoşuluruq, heç bir yerdə, yəni rahat gedir, gəlir. Yəni bu zaman bunun arxasında bir iş var. Bunun arxasında bir arxitektura var. Bilmirəm, siz daha yaxşı bilirsiniz. Mənim texnik komandam çox sağ olsun, onlar da mənə dəstək olur bu proseslərin tam dərk edilməsində. Bir topologiya var. Yəni bu bir dəfə yaratdın, qoydun və işləyən bir mexanizm deyil. Yəni bunun daimi şəkildə monitorinqi var. Kimsə bunu izləyir, hər gün yoxlayır. Hətta belə deyim də, bunu ərsəyə gətirmək üçünsə bu insanlar illərini sərf ediblər ki, bu şirkət üçün, olduğumuz üçün ən düzgün belə deyim də infrastrukturu quraq. Axı qurduq, gözəl. İndi bunun saxlanılması var. Yəni mən deməzdim və bütün həm öz həmkarlarımı, hər kəsi çağırıram ki, fərqi yoxdur. Bir sistem işləyirsə, yəni bu demək deyil ki, yəni əvvəldən quruldu deyə işləyir. Çünki bunun daimi şəkildə qayğısına qalan zəhmətkeş bir komanda var. Qəti sürətdə yəni bunu unutmayaq. İkinci bir məsələ motivasiyanın saxlanılması. Motivasiyanın saxlanılması ən birinci rəy verilməsi. Yenə də gəlirəm yaxşı rəhbərin xüsusiyyətlərinə. Bu rəy vermə ancaq belə deyim, həftəlik reportlar, həftəlik hesabatlılıq, aylıq hesabatlılıq, illik hesabatlılıqda və hər şey yaxşı gedəndə yox. Bu işlər normal qaydasında olub, biraz cığırından çıxanda, müəyyən bir nüanslar var, harda düzəlişə ehtiyac var. Orada deyəndə, burayı da sən bacarmadın, sən bunu edə bilmirsən, burada səhv var, hamısı sənin günahındır, yox. Məsəl üçün, burada elədiklərin həqiqətən təqdirə layiqdir. Qabağımızdakı həmkarımız görməlidir ki, biz elədiklərimizi də görürük. Yəni mən bir belə deyim, şirkətin parçası olaraq, üzvü olaraq ancaq səhvlərimdən ibarət deyiləm. Buraxılan boşluqlardan ibarət deyiləm. İstər bu komanda kimi də ola bilər, istər bir fərd olaraq da ola bilər. Bunları qəbul elədiyin zaman ortada nə yaranır? Bayaq dediyimiz bir kommunikasiya, bir körpü yaranır. Rəhbər və həmkar arasında, işçi arasında elə bir məqam yaranır ki, hər ikisi orada irəliləyə bilirlər. İşçi artıq açıqdır. Götürə bilər ki, məsələn, biz Kəmran bəylə işləyirik. Ona bildirilir ki, Kəmran bəy bu yaratdığınız hissə, nə bilim, 7 ayda çox uğurlu şəkildə işləyir. Amma son 2 ayda baş verən insidentlərə görə məncə biz burada bir baxaq düzəliş eləyək. Yox, mən əgər gəlirəm ki, Kəmran bəy, heç bir iş görməmisiniz. Bu son 2 ayda baş verənlər göstərir ki, siz boş-boş gəlib gedirsiniz. Necə fərqlidir? Əslində nəticə olaraq eyni şey deyir. Yəni vurğulamaq istədiyimiz, amma birinci biz burada inamı yaratmalıyıq. O qəbul eləməyi, yəni biz bir kommunikasiya, söhbət yaranmalıdır. Bu şəkildə mən düşünürəm ki, ən çətin anlarda belə işçi motivasiyasını qoruya bilər. Yəni biz işə qəbul olduğumuz zaman heç kəs bizə demir ki, bura güllük gülistanlıq olacaq, hər zaman 5 üzərindən 5, 10 üzərindən 10 alacaqsınız. Yox. Məsələ odur ki, 10 üzərindən 5 aldığımız zaman da bunu düzgün kommunikasiya eləyək. Yəni kommunikasiyamızı ancaq işlər reysdən çıxdığı zaman yox, daimi, davamlı şəkildə saxlayaq. Bu da etibar yaradır ortada və etibarın üzərindən, yaranan inam üzərindən hər bir şeyi kommunikasiya eləmək mümkündür. Gəldik insidentlərə. Mənim üçün yaxşı rəhbərin 2 əsas xüsusiyyətlərdən biri ən öndə dediyim kimi dəyişikliklərin və insidentlərin idarə olunmasıdır. İnsident zamanı nə edirik? İlk əvvəl vəziyyətin panika yaratmamalıyıq, həll üçün çalışmalıyıq. Yəni bir rəhbərin bu sübut olunubdur statistika ilə də. Yəni bu dünyanın sırf idarə etmə
və belə deyim də rəhbərlərin behavioral management deyirlər. Ona fokus olaraq deyə bilərik ki, nəticələrə görə bir rəhbərin bu havası da mood bizə necə deyir, əhval-ruhiyyəsi kaskadlar şəklində şirkətə təsir eləyir. Böyük bir insident var. Rəhbər olaraq sən bilirsən ki, burada bunu dəyişə bilməyəcəksən. Ən birinci insidenti düzgün accuracy deyil, dəqiqliyini bilməliyik ki, zərər nədir və biz hardayıq. Bu bir fövqəladə bir rejimə elan eləmək olar. Həmin fövqəladə rejimlə biz insanları, məsul şəxsləri bir yerə yığırıq. Məsələ niyə baş verdiyini araşdırıb və fəsadları azaltmaqdır. Daha sonra hansısa bir cəza tədbirləri görülə bilər, hansısa bir belə deyim düzəldici danışıqlar aparıla bilər. Əgər bir rəhbər kimi bu insidentin ortasında təbii ki biz insanlıq emosional çıxışlar eləyib hər kəsi günahkar qoyduğumuz zaman zaten panikaya düşmüş komandanı məhvə sürüklüyürük və əldə etmək istədiyimiz nəticələrdən daha da uzaqlaşırıq. Vəziyyəti kommunikasiya eləmək. Çox bir şirkət bankrot ola bilər. Şirkətdə çox böyük bir data sızması baş verə bilər. İlk öncə bunu bizim məsul olduğumuz adamlar qarşısında vəziyyəti elan eləməkdir. Hamı özünü qoruyur. Şirkət daxildə bilir ki, məsul şəxslər budur. Və burada artıq ego yarışı deyil. Burada vəziyyəti ən qısa zamanda bərpa eləmək. Okey, vəziyyətimizi bitirdi. Üstdən bir ay keçdi, bilmirəm, bir gün keçdi, 2 gün keçdi, bəli. Yığışırıq, baxırıq ki, biz nəyi harda səhv eləmişik. Bu da cəza tədbiri deyil. Bu kimi halların qarşısını almaq üçündür. Biz özümüz bilirik, təyyarələrdə minlərlə, təyyarələrin şüşələri əvvəl kvadrat şəklində olub, daha sonra oval formaya gəlib çatıbdır. Bu nə ilə bağlıdır? Dəfələrlə baş verən qəzalar, hava təzyiqi və s. uyğunsuzluq və bu müəyyən dəyişikliklərə gətirib çıxartdı. Eyni şey bizdə də baş verir. Nəysə hansısa bir yoldaşlar live-a nəsə buraxırlar, təzədən test edirlər. Bu eyni bir şeydir, eyni sistemdən davam edirik. Hansısa birimizi hansısa bir pozisiyaya rəhbər qoyurlar və yaxud da departamentimizi dəyişirlər. Baxırıq ki, bu departament uğurlu qərar olmadı. Kommunikasiya edirik. Yenidən bunu dəyişiklikləri idarə etməyə öyrənirik. Yəni bu insidentə də aiddir. Insident baş verir, vəziyyəti qəbul edirik, baxırıq sərhədlərini, ana konturları çəkirik. Hər zaman burada insanı mərkəzə qoyuruq. Çünki bu insidentin yaranmasına səbəb ola biləcək prosesdə insanın nə qədər payı varsa, növbəti incidentin qarşısının alınmasına da insanın payı çox olacaq. Yəni işlədiyimiz yeganə burada belə deyim də nüans ünsür insandır. Belə deyim də, əfsuslar olsun ki, belə bir çox yerlərdə nəsə bir insident baş versə, çətinlik baş verəndə ən birinci siz vurğuladığınız kimi əvvəl düzdür, elə olmamalıdır. Mən sizinlə tamamilə razıyam, amma günahkar axtarırıq. Bu tip hallar da baş verib. Hətta belə deyim, IT-yə aid olmayan məsələlərdə də mən olmuşam və bir görüş idi, çağırıblar, getmişəm, görürəm ki, spor gedir içəridə, bu şeydir, günahkardır, o günah, mən də baxıram qıraqdan ki, nə baş verir burada. Qayıtdım, dedim ki, günahkar mənəm, tapdınız. Yəni, başa düşürlər ki, IT-yə aid bir şey deyil də, mənasızdır. Dedim, indi gəlin bunu həll eləyək də, nədir məsələ? Dedilər, budur. Amma bunun yerinə bunu eləyin geçsin də, nə olacaq ki? Amma bir-birinə belə baxdı, dedilər, IT gəldisə, nəsə bir həll yolu tapacaq da. Yəni IT gəlib həll yolu tapacaq deyil. Mən indi Elşən müəllimdən fərqimiz nədən ibarətdir? Elşən müəllim söz atır. Mən isə buradan salam göndərmək istəyirəm. Sizi çox incidir deyəsə. Mən düşünürəm sizin travmalarınızın çoxu Bəli, bağlıdır. Bir dəfə də mən istəyirəm ki, bir psixoloq dəvət eləyək bura. Elşən müəllimə onda özümüz olacaq. Sonradan mən olacağam. Mən ancaq baxacağam, nəzarət eləyəcəm ki, hər şey qaydasında getsin ki, Elşən müəllim kövrəlməsin. Xüsusi bu insident vaxtları mən belə deyim də karyeramda bir nəfəri tanımışdım. Buradan salamlar göndərmək istəyərdim. Vaqif Şarapçıyeva. Həqiqətən də nəsə baş verəndə mənə görə düz demək olmaz ki, ideal falan, ən yaxşı falan, amma həqiqətən gördüklərimin içində, gördüklərimin arasında ən yaxşılardan biri idi. Yəni insident baş verəndə, nəsə baş verəndə komandasının yanında idi və onu operativ şəkildə həll edirdilər. Yəni həqiqətən də komanda əhval-ruhiyyəsi var idi. Amma bəzən əfsuslar olsun görəm ki, nəsə baş verdi, rəhbər gəlir, kim bunu elədi,
hamı çəkilir qırağa, problem qalıb ortada, həll olunmur. Və misal üçün bu problemi 1 saatın içində həll eləmək olardısa, bəlkə də həftələrlə də uzanıb gedəcək. O siz həmin bayaqda mən də təşəkkür edirəm sizin həmin rəhbərə. Mənim də şəxsən öz təcrübəmdə işlədiyim rəhbərlər olub, xətti rəhbərlərim həqiqətən səhv elədiyin zaman yanında olmaq. O demir düz elədin, səhv elədin, amma bu dəqiqə biz bunu müzakirə eləmirik. Bu dəqiqə bunun fəsadlarını və bu fəsadların genişlənməməyini danışırıq. Yəni bu özü bir duruşdur Kəmran müəllim. Bu qeyri-müəyyənlikdə, yəni durma qabiliyyəti çox böyük bir şeydir. Hər şey aydın olanda dediyim kimi çox asandır idarə etmək. Görürsən ağ, qara, yaşıl, sarı burdadır, amma rənglər qarışıq, bulanlıqdır. Və burada bilmirəm qeyd eləməmişik. İnsan kimi gəlirəm ki, insanın prinsipləri, dəyərləri olmalıdır. Biz strategiyadan danışırıq və bir rəhbər pozisiya təqdim olunan adamın hərləri, yoxları olmalıdır. Yəni fərqi yoxdur. Yəni ola bilər ki, bunun ən yaxını bilir. Onu bir holding ola bilər, 300-500 nəfərlik bir yerdə. Hətta belə deyim də, yəni ümumiyyətlə həmin adamla kontakt olmayan bir yoldaş da bilir ki, tutalım bu insanın hansı dəyərləri var. O dəyərlərin ən azı birinə hakim olur. Yəni sizin də qeyd elədiyiniz rəhbər və hər birimizin həyatında olan cari və yaxud əvvəlki təcrübələrimizdən həmin insanlar bizə nümunədir. Bizim bu gün formalaşmağımızda, əgər fərqi yoxdur, 3 nəfərlik, 5 nəfərlik, 10 nəfərlik komandanı idarə eləməyimizdə payları bu adamların yəni əvəzsizdir. Mən razıyam. Qurtardı ki amma. Söz atmaq istəyirsən. Mən danışa bilərəmsə danışım. Mən bitirdim. Buyurun. Sağ ol. Ayxan xanım, indi bu bizim mən düşünürəm ki, çox danışdıq bu IT idarə etmə və s. və axır. Xanımlar qaldı qıraqda, IT idarə etmədən danışdıq. Yox, qıraqda qalmamışıq. Stolun başındayıq, heç qıraqda qalmamışıq. Yox, indi mən sözü nəyə gətirmək? Siz indi biz podkastın əvvəlində də qeyd elədik, bir layihənin rəhbərisiniz. Mən istəyirəm ki, siz o layihə barəsində danışasınız. O layihəyə bəlkə bizə qulaq asan xanımlar da artıq gəlib iştirak edə bilərlər. Bu arada indi sadəcə bir belə deyim də ilkin bir anons kimi verim, amma tam elan etməyim. Bu yaxınlarda IDTech bizim baş sponsorumuz olan IDTech Akademiyinin də bir xanımlarla bağlı bir gözəl layihəsi olacaq. Deyəsə mən elanı görmüşəm. Yox, hələ olmayıb, amma onunla da bağlı da ümid edirəm ki, izləsinlər və orada da iştirak eləyərlər. Biz o platform haqqında məlumat almaq istəyirik, layihə haqqında məlumat almaq istəyərdik ki, nədir, nə iş görür, necə xanımlara necə faydası var? Belə bir şeydən bir giriş eləmək istəyirəm. Bu yenə də xanım bəyə bölmədən mən həyatda doğum lotereyasına inanan insanam. Bu doğum lotereyası nədir? Oval lottery deyirlər buna. İnsan ana bətnindən belə deyim də artıq orada olarkən onun belə bir taleyi deyim, nəsə onun qarşısına çıxacaq insanlar və sair müəyyən şeylər bəlli olur. Və mən bunu minnətdarlıqla hər zaman bağlayıram və düşünürəm ki, biz nəsə qaytarmalıyıq. Şəxsən mən bu gün burada oturmuşam. Belə gözəl, həqiqətən produktiv bir söhbət eləyə bilirik. Maraqlı insanlar, istər bizim çəkilişi təmin edən Ceyhun müəllim, bunun arxasında olan hamı, bunun əvəzində mən bunu qazanmışam, düzdürmü? Qazanıram. Axı bunu tək eləməmişəm. Mənim yolumu kəsişdiyi insanlar var. Siz olasınız, siz olun, fərqi yoxdur. Məni bura gətirən nüanslar var. Tamam, ayən bunun qarşılığında sən nə qaytarırsan cəmiyyətə? Yəni mənim bu dəqiqə Afrikada fərqi yoxdur, uzağa getmək. Kürdəmirdə, ola bilər bizim Qazaxda, Balakəndə, hansısa bir kənddə işləyən, çalışan bir xanımdan heç bir fərqim yoxdur. Bəlkə onları bura çağırsaq, onlar daha maraqlı danışacaq və daha gözəl həyat təcrübələri var. Və mən buradayam amma. Və mən bu şansı istifadə eləməliyəm ki, daha çox xanımları əlindən tuta bilim. Bəli, bu sırf xanımlara həsr olunubdur. Mənim cəmiyyətə deyərdim, mənim və mənlə birlikdə könüllü çalışan xanımlarımızın cəmiyyətə təşəkkürüdür. Və insanları inandırmaq ki, qarşılıqsız şəkildə biz bir-birimizə dəstək ola bilərik və bu dəstək nəticə verə bilər. Təxminən 2 il əvvəl yaradılıbdır. Sosial layihə tərkibli, yumşaq bacarıqların dəstəklənməsi, karyera hissəsində karyera məsləhətlərinin verilməsi, kommunikasiya bacarığı ən çoxdur. Burada hətta mail yazma, CV-nin düzəldilməsi, bu kimi mentorluq çərçivəsində yaradılmışdı. Daha 5 sezon keçirmişik Elşən müəllim, Kamran müəllim. Çox belə fəxrlə deyirəm. Hətta sabah bizim 5-ci sezonun bağlanışıdır. Səhər yeməyimiz olacaq və 5-ci sezonda mənim hər zaman belə bir ürəyimdə qalan bir şey var idi ki, bir təşəkkür qaytarma. Allah
dünyasını dəyişən valideynlərə rəhmət eləsin. Hər iki valideynim dünyasını dəyişib və onlara bir təşəkkür olaraq məni gətirdikləri yerə ona görə təqaüd proqramı elan eləmək istirdim və çox şükür ki, bu mənə qismət oldu və 5 aylıq seçilmiş 5 dəstəyə ehtiyacı olan xanımlar üçün təqaüd proqramı elan elədik və onların 5 sahə üzrə. Burada təhsil də var idi, incəsənət var idi, idman var idi. Müxtəlif özləri seçirdilər. İdman kateqoriyalardan seçdilər və 5 sahə üzrə onlara biz aylıq maddi olaraq dəstək göstərdik və sabah artıq bunun yekun görüşüdür. Və bilmirəm, bu Şiraz ilə bağlı danışanda hər zaman məndə daha çox emosionallıq yaranır. Gözəl nəticələr görürük. Ümumiyyətlə əlaqəmiz olmayan, tanımadığımız qızlarımızla, onların bilavasitə onlarla cəmiyyətdə daha fərqli dəyişikliklər görürük və bilmirəm, dünyanı daha yaxşı yerə çevirir, düşünürəm belə layihələr və xanımlarımız təbii ki, qoşula bilər. Akademiya Şirazdır bizim LinkedIn-də səhifəmizi axtara bilərlər və İnşallah bir neçə ay istirahət edib daha fərqli bir formatda, daha böyük, yəni bunun 6-cı sezonumuz gələcək. Orada rahat şəkildə tam iştirak edəcəm. İcazə versəniz bir dənə də salam göndərmək istəyirəm. Salam bizə. Elşən müəllim. Kamran Həsənlinin verilişinə döndərmisən buna. Reklamlar gedəcək burada. Salam göndərək. Elşən müəllimlə mənim bir müdirimiz var. Nailə xanım. Bakı Ali Neft Məktəbində IT departamentinin rəhbəridir. Biz onu unutmamışıq. Burada ona salam göndəririk və onun şöbəsində çalışan Cahan xanıma da istəyirəm salam göndərim. Bizə hər zaman dəstək olurlar. Sağ olsun. Bəyəndim. Bəli. Təşəkkür edirəm. Bəli. Mənə də bir sıra çatdı ki, bir IT-də olan xanımlara bir salam göndərim. Təşəkkür edirəm. Bəli. Yəni bizim çalışdığımız yerlərdən düşünürəm ki, Nailə xanımın da hər kimizin üzərində əziyyəti, zəhməti böyükdür. Onu da təbrik edirik. Ümumiyyətlə bu təbriki belə deyim də, bu podkast vasitəsilə nəinki indi IT sferasında olan, ümumiyyətlə mən düşünürəm ki, ilk növbədə ailəmizdən başlayaraq indiyə qədər bizim həyatımızda mən düşünürəm ki, xüsusilə rolu olan xanımlar başda olmaqla rəhbər pozisiyasından tutmuş ən aşağı pozisiya kimi olan bütün xanımları təbrik edirik ümumiyyətlə və onlara həqiqətən hər zaman güclü olmağı, hər zaman belə deyim, yanımızda olmağı arzu edirəm. Nə yaxşı ki, varlar, bəli. Və həqiqətən o boş söz deyil ki, ümumiyyətlə hər bir güclü kişinin yanında, arxasında bir güclü xanım dayanır. Bunu şəxsən mən hər zaman görmüşəm. Çünki hər hansı bir qərarda əgər sənin məsləhət eləyə biləcəyin bir xanım varsa yanında, çətinlikdə oturub bir söhbət eləyəcəyin bir xanım varsa, düşünürəm ki, o kişi həyatda həmişə bir addım daha öndədir. Araya salıb onda mən bəlkə yoldaşlarımız da burada bir xalqa Güney xanımı və Nailə xanımı, Kamran mənim yoldaşımı da təbrik edirik buradan. Nəysə, çox belə emosiyaya gedirik. Qorxunca yerə buraxmayacaqlar. Mən Elşən müəllim, Kamran müəllim, təbii ki, yaxınımızda olan bütün xanımlar və ümumiyyətlə bizim var olan, yer üzərində olan və bu ana dilini paylaşdığımız bütün xanımları təbrik edirəm 8 mart günü münasibəti ilə. Ümumiyyətlə düşünürəm ki, təbii ki, göydə Allah qadın yaradır. Bəli. Qadın bərpa eləyir. Əgər bir şey, qadın düzəldir və ən əsası qadın davam elətdirir. Nə xoşbəxt ki, nəinki bizim qarşı cinsin nümayəndələri, nə xoşbəxt ki, o xanımlarımıza ki, bir-birinə də dəstək olur və bir-birinin fərqindədir. Və mən qızlarımıza hansısa bir xüsusi olaraq güclü olun, öz üzərinizdə çalışın. Yox da mən bir şey demək istəyirəm, fərqində olsunlar. Fərqindəlik çox vacib bir şeydir. Fərqində olsunlar hardadılar, fərqində olsunlar nə etmək istəyirlər, nə edəcəklər, nələri var, nələrin üzərində daha çox çalışmalıdırlar və çox rahat şəkildə bir-birinin əllərini uzatdıqları zaman yanlarında qeyri-şərtsiz olaraq onların əlinə, belə haraylarına hay verəcək, əllərini əlinə uzadacaq insanlar olsun. Yəni bu qadın da ola bilər, bu bəy də ola bilər. Əla. Mən düşünürəm ki, belə gözəl notlarla artıq podkastımızı yekunlaşdıra bilərik. Ceyhun müəllim deyir ki, bilək göz qaş elə dəyişin. Bitirsin. Çox sağ olun. Həqiqətən ümid edirəm ki, sizin də ürəyiniz oldu. Ümid edirəm ki, izləyicilərimizin də ürəyincə oldu. Təşəkkür edirik ki, dəvətimizi qəbul etdiniz. Bu gözəl ümumiyyətlə mart bayramlar
belə deyim də ayıdır. Ramazan, Bəli. Ramazan, Novruz, həmçinin burdan belə deyim də Ramazan ayı münasibətilə də təbrik edirəm bütün oruc tutanları. Allah oruclarını qəbul eləsin. Yəni ümumi belə mən düşünürəm gözəl podkast oldu. Nəinki xanımlara, bir çox insanlara düşünürəm gözəl mesajlar göndərdik. Sizə də bir daha təşəkkür edirik. Kamran, sənə təşəkkür edirəm. Mən də sənə təşəkkür edirəm. Buyurun Ayən xanım, nəsə bir son sözünüz varsa son biz... sözüm nə olacaq? Siz mənə bir qeyd elədiniz ki, bundan sonra daha hansı bir xanımı dəvət eləmək Bəli, zəhmət olmasa qonaq. Bəli, mən düşündüm ki, siz bayaq bir xanımın adını qeyd elədiniz. Nalan xanım. Bakı Ali Neft Məktəbində. Gözəl. Yəni niyə də yox? Yəni əgər həqiqətən özünüzün görürsüz, sadəcə burada bu mentoring coaching içəri girirsiniz. Cavabı özünüz verdiniz. Yəni xanımın adını qeyd elədiniz. Niyə də yox? Gəlsin. Mən də çox şad olaram öz həmkarımdan dinləyim. Mən inanıram ki, bizim bir-birimizdən öyrənəcəyimiz çox şeylər var. Allah, super. Belə. Tamam. Olsun. Təşəkkürlər. Əla. Oldu Ayən xanım. Təşəkkür edirik bir daha. Uğurlar. Bugünkü qonağımız Ayan Etibar idi. Bu gün biz ümumi xanımların nəinki IT sektorunda, ümumi həyatımızda olan rolu barəsində danışdıq. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Bizə abunə olmağı, bizi izləməyi unutmayın və sonda o möhtəşəm sözümüz Öyrənin. öyrədin. Fərqində olun. Nə oldu? Bir yaxdan deyirdin olmazsın, indi isə fikir verirsən ki, Yox da mən dəstək oluram.